Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Növbəti vloqum deyirəm, amma bundan öncəki vloqu çox öncədən paylaşmışam. Çox təəssüf ki, qızlar, mən bu YouTube-u bacarmıram, bacara bilmirəm. Heç cürə alınmır. Yəni bilmirəm niyə, amma tam olaraq YouTube-u istədiyim kimi inkişaf elətdirə bilmirəm. Səbəbi nədir, nə deyil? Bunu da tam olaraq bilmirəm. Yəni həm işləyirəm, həm ev, bilirsiniz ki, işimlə evin arasında da məsafə çoxdur, vaxt itkisi. Yəni biraz bunları nəzərə alanda məsəl üçün fikirləşirəm ki, əslində YouTube-u belə deyim də naxaqda açmışam. Yəni başladım, amma istədiyim kimi inkişaf elətdirə bilmədim. Nəysə ki, belə ara sıra videolarım olduqca atacağam. Yəni tam anlamıyla çox təəssüf eləyirəm ki, mən bu YouTube işini bacara bilmədim qızlar. Mən onsuz da kanalı açanda demişdim ki, bura mənim xatirə dəftərim olacaq və eynilə o cürlə də davam elədim. Bu da daha bir xatirə dəftərinə yazdığım tarixlərdən biri olacaq. Yəni ki, uşaqları gəzintiyə aparmışdım. Düşünürəm ki, böyüyəndə uşaqlar bu videolara baxanda çox xoşbəxt olacaqlar. Onlara çox xoş təsir bağışlayacaq. Yəni bu tərz belə videoları editləyib atacağam zaman inşallah. Deməli qızlar, biz uşaqları bacımla bir yerdə Nəbadət bağına aparmışdıq. Yəqin ki, bir çoxlarınız olmusunuz, buranı ziyarət etmisiniz artıq. Amma mən bura gəlmək üçün belə deyim də gecikənlərdən biriyəm. Amma düşünürəm ki, ən gözəl fəsildə gəlmişəm. Ümumiyyətlə mən soyuq adamıyam, qış adamıyam. Yəni 4 fəsildən payız və qışı sevirəm. Açığı yaz və yayı heç cürə sevə bilmirəm. Düzdür, yayda yəni istirahət şansımız olur, nə bilim məktəblər tətil olur, amma nə yalan deyim qızlar, mən istini sevmirəm. Ona görə də mənim üçün ən yaxşı fəsil elə payız və qış fəslidir. Yəni payızda burada olmağım daha çox mənə belə yaxşı təsir bağışladı. Çox səliqəli, çox səhmanlı idi. Hətta parkda belə fiziki qüsuru olan uşaqlar düşünülmüşdü. Yəni çox bəyəndim bu addımı. Parkı da gözəl idi. Həm də ümumiyyətlə yəni baxımı çox yaxşıdır. Çox bəyəndim. Təmizlikdir, səliqə var, səhman var. Ən əsası havası gözəl, təmizdir. Uşaqlar bir xeyli oynadılar. Həm də ki, kadrların əvvəlində gördünüz. Orada payıza uyğun dekorlar yaratmışdılar. Orada uşaqların şəkillərini çəkdik. Sonra bacım axtara gəldik, bu yolu tapdıq. Dedi, çoxlu yarpaqlar var. Orada da uşaqların şəkillərini çəkdik. Bir də labirint var idi. Buranı da tapdıq, burada girdik. Çox maraqlı yer idi. Artıq bir neçə dəfədən olub ki, sosial şəbəkələrdə qabağıma çıxıb bu labirintdə çox belə qəşəng, maraqlı toy, nigah fotosessiyası eləyənlər var. Həqiqətən də yəni orta əsrlərdə falan bilirsiniz ki, Avropada bir çox sarayların qarşısında belə labirintlər olurmuş və insanlar oranı əyləncə kimi istifadə edirmişlər. Doğrudan da o belə ab-ı havanı sanki yaradıblar. Sonra belə bir körpü var idi. Bu körpü də çox gözəl düşünülmüşdü. Uşaqlarla körpüyə qalxdıq. Buradan da baxanda bütün şəhər belə deyək, ayağının altında olur. Biz çox tez getmişdik, səhər tezdən getmişdik. Çünki bacım yarım günlük icazə almışdı işdən. O gün ortaya gedib işə çatmalı idi. Mən amma 6-cı günü idi, boş idim, evdəydim. Burada məncə parkın sonlarıdır, yəni qutaracaqdır. Burada da belə balaca göllər yaradıblar, süni göllər, içində də balıq falan belə şeylər var. Biraz uşaqlar burada da oynadılar. Hava da çox gözəl idi bəxtimizə, həqiqətən çox gözəl idi. Yəni nə çox isti idi, nə çox soyuq idi. Əsas odur, yaxşı təmiz hava ala bildik. Sonra gəldik, restoranda oturduq.
terasda oturmağı seçdik. Biraz külək var idi, amma o külək də elə bil belə isti külək kimi idi. Adama belə deyim, xoş təəssürat bağışlayırdı. Restoran terasında oturduq. Ucal üçün də oyuncaq gətirdilər. Yəni uşaqlar üçün oyuncaq gətirdilər. Burdan mənzərədə baxanda çox qəşəng görsənirdi. Çay və şirniyyat sifariş elədik. Yüngülvari belə çayımızı, şirniyyatımızı, çayımızı içdik, şirniyyatımızı yedik və taksi çağırıb evə getdik. Bacımgilə getdik, daha doğrusu qızlar. Mən uşaqlara belə günorta yeməyi falan yedizdirdim. Sonra Mehrinin əynini dəyişdirdim və qayıtdıq, gəldik Qaraevdə Sevinç Mola. Bilmirəm bu molda olmusunuz qızlar, yoxsa yox. Amma açığı deyim ki, son vaxtlar mənim yəni sevdiyim yerlərdən biridir. Açığı çox belə mağazalar yoxdur, təəssüf ki, yoxdur. Yəni açılsa çox gözəl olar. Yəni bütün demək olar ki, mağaza yerləri hamısı bağlıdır. Bu aralar yəqin ki, eşitmisiniz, Sinsey mağazası açılıbdı Sevinç Molda. Ora gəldim, uşaqlara biraz alış-veriş elədim. Ondan öncə də Neftçilərə getmişdik. Oralarda yəni çəkiliş etmədim. Orada da Elsiva Kikiyə getdim. Uşaqlara əyin baş aldım. Biraz da gəldik. Bu Sevinç Molda Sinsey mağazasından alış-veriş etdik. Daha sonra uşaqlar yuxarı çıxmaq istədilər. Artıq axşamüstüyə doğru idi. Acmışdılar. Mehrində 1-2 gün idi ki, McDonald's deyirdi. Dedim ki, gedək yeyək. Həm də ki, belə oyuncaqları çıxıb dedi, qanadlıdır. Mən onlardan götürmək istəyirəm. Belə bir oyuncaq idi. Oturduq, yüngülvari naharlandıq, yeməyimizi yedik. Uşaqlar üçün də yəni yaxşı vaxt keçirmiş oldular. Əslində kinoya falan aparmaq istəyirdim uşaqları. Amma nəsə elə çox maraq göstərmədilər, həvəs etmədilər. Biraz da düşdük. Sevinç Molun qarşısında belə bir park var. Uşaqlar orada əyləndilər, biraz yelləndilər, sürünçəkdən sürüşdülər. Nəysə ki, qayıtdıq təzədən bacımgilə və yoldaşım gəldi, bizi götürdü. Axşam qayıtdıq evimizə. Gəldik, çatdıq, uşaqları rahatladım və sizə dedim, aldıqlarımı göstərim. Deməli, bu koftanı Sinsey mağazasından aldım. Qiyməti isə 8 manat idi. Amma çox yaxşı keyfiyyətdədir. Yəni, evdə geymək üçün almışam uğura. Bu sweatshirt'ü də Sinsey mağazasından aldım. Biraz digərinə baxmış, qalındır. Evdə geymək üçün yenə də nəzərdə tutmuşam. Evdə geyinəcək inşallah. Belə yaxasında yarımçıq sepi var. Səhv eləmirəmsə bunun qiyməti də indi göstərəcəm. 11 manat idi qızlar, 10 manat 99 qəpik. Bilirsiniz ki, indi mağazalarda modda hər qiymətə bir dənə də 1.99 qəpik yapışdırırlar. 10 yaşa uyğun aldım, amma belə deyək, böyük ölçüdür. Yəni yaxşı belə sərbəst qalır əlində. Bu isə şalvarıdır, cins şalvarıdır. Bunu Elsiva Kikidən aldım qızlar. Neftçilərə demişdim, getmişdik də Sevinç Moldan öncə. Bunu da 30 manata aldım. 29 manat 99 qəpiyə. Yəni bədənə oturan şalvardır, eyni şalvar deyil. Uğur arıqdır. Yəni mən ona nə yalan deyim, eyni şalvar geyindirəndə xoşuma gəlmir. Elə biraz belə əyninə oturan şalvarlar daha yaxşı görsənir. Bu isə qızlar deməli Temudan aldığımız bir şalvardır. Finkadır belə deyim. Elə bayaq boz gördüyünüz sweatshirt'ü də buna uyğun olsun deyə almışam. Bunu daha doğrusu nənəsi sifariş vermişdi. Nənəsi ilə bibisi bir yerdə. Qiyməti neçəyə idi bilmirəm, amma bununla yanaşı bir dənə də qara rəngini sifariş veriblər. Çox sağ olsunlar. Yəni onları dəstləşdirdim. Bunlar isə Mehrinə aldıqlarımdır. Deməli, bir dənə belə, indi trend rəngdir, bilirsiniz ki, Bardovu deyək də, tam qırmızı rəng deyil.
Bardovu velvet materialda 25 manata bir şalvar almışam. Çox sevərək, çox bəyənərək aldım. Çox xoşuma gəldi. Belə hər iki tərəfindən, kənarlarından da düymələri var. Biraz tam şalvar deyil, elə bil kapri kimi qalır. Bir də üzərinə belə bir kofta aldım qızlar. Bunun da qiyməti 10 manata idi. Nazik koftadır. Əslində şalvarın belə qısa qol, pencək kimi bir pencəkmi deyim, kurtkamı deyim, necə deyim, yəni bir dəsti də var idi, amma çox təəssüf ki, razmer qalmamışdı. Ona görə ala bilmədim. Yalnızca şalvarı götürmüşdüm. Bilirsiniz ki, dəst formasında satmırlar. Yəni ayrı-ayrı satırlar parça şəklində. Deməli, bu dəsti də göstərim sizə. Bunu Sinsey mağazasından aldım. Şalvar və kurtkasıdır. Evdə geyinmək üçün almışam qızlar. Qiyməti isə 22.99 idi. 23 manata idi. Yəni düşünürəm ki, 23 manata dəst paltar çox-çox əladır. Yəni o mağazaya əgər getməmisinizsə, baş çəkməmisinizsə, gedin bir baş çəkin. Yəni münasib qiymətə həqiqətən də yaxşı şeylər almaq olur. Böyüklər üçün də paltarlar var idi. Ev paltarı, çöl paltarı, sonra paltolar var idi. Qəşəng ciz şalvarlar var idi, amma özüm üçün heç nə almadım. Nə pul var idisə hamısını demək olar ki, uşaqlara xərclədim bu gün qızlar. Təzə paltarlarını da yerləşdirdim dolablarına. Ev paltarlarını qatlayıb elə ev paltarlarını qoyduqlarım sirmələrə yığdım. Əslində uşaqların sirmələrini töküb yığışdırmalıyam. Daha doğrusu uşaqların yox, təkcə Uğurunkünün. Neçə ki idmana gedirdi, yay paltarları da hələ ortalıqda qalıbdı. Artıq idmandan çıxıbdı. Uğur birazdan səbəbini də deyəcəm. Mehrinin məktəb paltarlarını da artıq hazırlayıb qoymuşam kənara. Yəni mən evdə olmuram, Mehrini məktəbə nənəsi göndərir. Mən də onlara rahat olsun deyə hazırlayıb öncədən qoyuram. Deməli qızlar, sizə bu qutunu göstərim. Göstərə-göstərə də izah verim ki, bu nə qutudur. Biz bəzi qərarlar vermişik. Yəni əslində mənim üçün bu qərarlar çox önəmlidir. Yəni istər-istəməz həyatımıza təsir edən bir qərardır. Qərarımız da ondan ibarətdir ki, Uğurun məktəbini dəyişmişik. Yəni bizim üçün bu belə deyim də, yəni bəlkə kimlərsə adi qarşılaya bilər, amma bizim üçün çox önəmli idi. Nə mənada? Çünki bilirsiniz ki, biz şəhərdən kənarda yaşayırıq. Yəni Mərdəkanda yaşayırıq və Uğurun məktəbindən heç razı deyilik. Uzun müddət idik dəyişməyə fikirləşirdik və şəhərə dəyişməyə fikirləşirdik. Amma gözümüzü qorxudan bəzi şeylər var idi. Yəni aparmaq, gətirmək, yəni uşağın öyrəşmə prosesi, yəni adaptasiyası necə olacaq, nətər olacaq, onları çox fikirləşirdik, götür-qoy eləyirdik. Açıqcası yoldaşım çox təkid elədi. Mən elə sırf bu düşüncəmə görə çox da risk eləyə bilmirdim. Düşünürdüm ki, ev yoxdur. Yəni həmişə mən bu problemlərdən sizə danışmışam. Yəni artıq 5-ci sinifə keçəndə də gördük ki, yox, yəni məktəb biz deyən məktəb deyil. 4-cü sinifə qədər hər şey normaldır, hər şey qaydasındadır. Çünki yəni bir müəllimin əlində olur uşaqlar, yəni sinifə bir nəfər nəzarət edir. Amma 5-ci sinifə keçəli yəni mən gördüm ki, yox da, yəni nə təhsil normal formadadır, həm də ki kadr çatışmazlıqları var idi ciddi şəkildə. Düşünün ki, təbiətşünaslıq dərsləri oktyabrın 15-dən etibarən başlamışdı. Tarix dərsləri də çox gec başladı, çünki müəllimlər yox idi. Və belə qərar verdik ki, artıq Uğurun məktəbini dəyişək. Yəni bu vlogu çəkən vaxtı Uğur artıq məktəbdə son günlərini yaşayırdı. Yəni noyabrın 3-dən etibarən artıq Qaraqarayevdə yerləşən 229 nömrəli məktəbə gedir Uğur. Yeni sinif, yeni başlanğıc, belə deyək. Düzdür, hələ ki biraz çətindir bizim üçün, onun üçün də çətindir. Amma neyniyək, yəni hər şeyin yaxşısı olsun deyə fikirləşirik. Bu məktəbdən hələ ki elə bir narazıçılığım yoxdur, amma Uğur biraz adaptasiyanı çətin keçirdir qızlar. Görək sonu necə olacaq.
Açıqcası mən düşünürəm ki, indiki vaxtda tək uşaq üçün yox, valideyn üçün də çətin olur. Yəni artıq burada valideynlərə öyrəşmişdim və valideyn kollektivimiz çox gözəl kollektiv idi. Yəni belə deyim də, təbii ki, hər kollektivdə müəyyən çatışmazlıqlar olur, nə bilim, belə deyək də, müəyyən problemlər olur. Amma biz mehribançılıqla ondan da öhdəsindən gəlirdik, bir-birimizə kompromisə getməyi bacarırdıq. Yəni bizim üçün, mənim özüm üçün də çətin idi ki, yəni yeni kollektivə necə alışacağam uşaqla bir yerdə. Açığı deyim, hələ ki alışa da bilməmişəm. Göstərdiyim qutunu da Uğura sinifdən çıxanda uşaqlar hədiyyə etmişdilər, sağ olsun, yəni sağ olsunlar. Yəni son bir xatirə hədiyyəsi vermişdilər Uğura. Uşaqları çimizdirdim qızlar. Mehrin saçını ütüləmişəm. Çoxdan idi ki, deyirdim bir dəfə Mehrin saçını ütülüyüm. Bir görüm bunun saçı konkret hardandır, necə uzunluqdadır. Əməli başda uzanıbdı saçı və saçlarına qarşı da çox həssasdır qızlar. Yəni heç cürə kəstirmək istəmir. Uşaqları qoydum yatmağa. Bizim də günümüz belə yekunlaşmış oldu.